Bu da həmin 84-cü ilin Boğazı 2106-sı. Burada döymə nömrəsi də var. Bilənlər bilir ki, o vaxt nəyə görə onu yazırdılar ora. Bu da salonu, zavod akşifkaları, zavodskoy radiosu, sizenikləri, hamısı zavod, yəni heç nə deyilməyib. Patologunu kimi hamısı zavoddur. Bunlara kim var hamısı. Altını təzə rəngləmişik ki, təmiz olsun. Təkərlər dəyişilib. Qalan hamısı radnoydu. İndi kalpaklar qalıb, kalpaklara öz radnoy kalpakları da oldu. Onları vuracaq. Bir də çoxu deyir ki, Krilanın üstündə nikel gəlib. Hərəsində olub gəlib, hərəsində olub gəlməyib. Yəni bu maşına bir dənə kraska belə vurulmayıb. 123.000 təmiz probegi var. Garajda qalıb ikinci yesi. Gördüyünüz kimi polka belə açılmayıb. Maşının duruşu bax belədir. Maşın da ki Bakının Yeni Suraxanı kəndində yerləşir, amma satılmır. Həvəskar olaraq yığılıb maşın. Necə? Yəni 6 rənglənilib, 4 dənə təkəri qoyulub. Qalan nə görürsünüz? Hamısı zavodskoydur. Üstündə olan, daşı faralarına kimi hər bir şey zavoddur bunda. Bu da bagajnikidir. Bu o vaxt dökülüb maşın alınanda. Bunlar hamısı mobildir. Bu da zavodskoy. Öz gələn kalpaklıdır, tavutun içindədir. Yəni pas atmasın deyə qoyublar onu. Maşının bax vəziyyəti bax belədir. Burada da zavoddan çıxan kağız. Maşın alınanda həmən kağızdır. Sesi bana ne deyirsən deyər.